Salam, hörmətli müəllimlər. Bu videoda informatika sınaq 1-in izahına baxacağıq. Sualları həmçinin təhlil eləyəcək, eyni zamanda mövzularda təkrarlamış olacağıq. Gəlin başlayaq birinci sualdan. Birinci sualda qeyd olunub ki, kompüterdə sistem blokunun funksiyası nədən ibarətdir? Sistem bloku haqqında mənim məlumatım yoxdursa, mən sistem blokunun adını ümumiyyətlə birinci dəfə eşidirəmsə, mən necə onun funksiyası haqqında danışa bilərəm? Deməli, bu dəqiq fakta əsaslanan bir məlumatdır ki, mən bu suala cavab verə bilim. Sualda da bizə soruşurlar ki, biliyin növündə tapın və idrak sahəsinin mərhələsində ikisini də soruşurlar. Bu dəqiq fakta əsaslanan məlumat, bu faktoloji bilik və yaxud da deklarativ bilik idrak sahəsinin hansı mərhələsinə uyğun gələcək sizcə? Bəli, xatırlamaq mərhələsinə uyğun gələcək. Deklarativ və xatırlamaq. Düzgün cavabımız oldu D variantı. İkinci suala baxırıq. Verilənlərin ötürülmə sürəti 180 min bit bölünmüş saniyədir. Bu bağlantıda 740 kilobayt həcmli fayl neçə saniyəyə ötürülər? Yəni, bu standart cavab yoxdur ki, beynimdə bu dəqiqə sualın cavabını verim. Yəni, bunu necə tapa bilərik? Biti bayta çeviririk, saniyəni, yəni bu informatika müəllimləri daha yaxşı. Burada müəyyən bir çevrilmələr var. Siz bunu bölməlisiniz, eləməlisiniz, hesablayıb, yəni sualı cavab tapmalısınız da. Neçə saniyəyə ötürürlər? Yəni standart bunun bayaq dediyi sualdakı kimi faktoloji cavabı yoxdur ki, gərək siz bunu hesablayıb, həll eləyib, proses gedir burada, iş gedir. Hesablayıb tapacaqsınız ki, neçə fayl ötürülür. Deməli bu nədir? Prosedural bilik, yəni iş görürsünüz. Tətbiq etmək mərhələsi və təfəkkür olaraq yaradıcılıq təfəkkürümüzdən istifadə etməliyik. Tənqidi təfəkkürümüzdən də istifadə etməliyik. Hansı təfəkkürdür bu? Məntiqi təfəkkür. Yəni həll eləmək, hesablamaq üçün məntiqi təfəkkürün olmağı kifayətdir. Prosedural, məntiqi və tətbiq etmək mərhələsi. Düzgün cavab oldu Y variantı. Baxırıq 3-cü suala. Şagird deyir ki, bir gün mənim də köməyə ehtiyacım ola bilər düşüncəsi ilə çətin vəziyyətə düşən yoldaşına köməklik eləyir. Yəni, əslində sinif yoldaşına köməklik etməkdən məqsəd onu çətin vəziyyətdən qurtarmaq deyil əslində qalanda. Məqsədi odur ki, bir gün mənim də köməyə ehtiyacım var. Əslində qalanda şagird özünü düşünür. Öz şəxsi mənfəətini düşünür də burada. Özünü düşünərək, öz mövqeyini düşünərək hərəkət edir. Bu Kolbegin hansı mərhələsində idi? Bəli, bu individualizmdir, şəxsi marağı var. İndividualizm özünü düşünən idi. Düzgün cavab oldu D variantı. 4-cü suala baxırıq. Diaqnostik qiymətləndirmə barədə deyilən fikirlərdən biri yanlışdır. Yəni, biz səhv olanı axtarmalıyıq. Şagirdin bölmə üzrə yekun qiymətləndirməsidir. Yekun. İndi gəlin diaqnostik qiymətləndirmə təkrarlayaq, sonra variantlardan axtarlarıq. Diaqnostik qiymətləndirmə nə zaman keçirilirdi? Bölmənin əvvəli, daha sonra harada keçirilir? Bölmənin əvvəli, yarım ilin əvvəli, tədris ilin əvvəli. Yəni, əvvəl, hər şeyin əvvəlində. Məktəbdən məktəbə, sinifdən sinifə yerin dəyişənə keçirilir. A-da yazılıb ki, yekun qiymət. Diaqnostik niyə yekun olsun ki? Elə yanlış cavabımız A variantıdır. Gəlin digərlərinə də baxaq. Şagirdlərin köhnə bilikləri yada salıb aktivləşdirir. Yəni, diaqnoz qoyuranda şagirdlərə görə məlumat, yəni fən haqqında nə dərəcədə məlumatlıdırlar? Bu da düzdür. Bizə səhv cavab lazımdır. Səhvi tapmışıq. Digər variantlarda təkrarlamaq niyyəti ilə hamısını oxuyuruq. Şagirdlərin bilik və bacarıqlarını üzə çıxarır. Yəni, diaqnoz qoyuram ki, görüm uşaqlar nə bilirlər? Şagirdlərin zəif güclü tərəfləri müəyyənləşdirməyə kömək edir. Diferensiallaşmağa şərait yaradır, yəni fərdiləşmə. Hətta bunu dərsdə demişdim ki, əgər bu fikir birdən yadınızdan çıxarsa, D, diaqnostikdə də D var, diferensial sözündə də D var. Belə yadda saxlaya bilərsiniz. Bu da doğru fikirdir. Yanlış cavabımız oldu A variantı. 5-ci suala baxırıq. Gözləntilərin və prosedurların olmasına baxmayaraq, sinif müzakirəsi zamanı şagirdlər daim bir-birinin sözünü kəsir. Baxın, variantlara ümumiyyətlə hələ ki baxmırıq. Gözlənti və prosedurun olmasına baxmayaraq, uşaqlar buna əməl eləmir. Gözləntiyə də əməl eləmirlər, prosedura da əməl etmirlər. Avtomatik birbaşa nə qoymalıyıq? Qayda qoymalıyıq. Qayda. Bunu burada qeyd edirik özümüz üçün. İndi baxın, uşaqlar bir-birinin sözünü kəsirlərsə, deməli, bir-birimizə nə eləmirik? Hörmət eləmirik də. Biri danışıb qutarmamış, qıraqda müdaxilə edirəm, onun sözünü kəsirəm. Mən danışıqda o mənim sözümü kəsir. Yəni, bir-birimizə hörmət eləmirik. Problem burada nədir? Hörmətlə bağlıdır. İndi gəlin, elə bir variant axtaraq. Yəni, əgər aramızda A variantı götürənlərimiz də olduğu üçün ona görə qeyd edirəm ki, əgər bir-birimizin sözünü kəsiriksə, bir-birimizə hörmətlə yanaşmırıq ki, bir-birimizin sözünü kəsirik. Düzgün cavab oldu Y variantı.
Yəni danışa bilirik, sadəcə bir-birimizə hörmət eləmirik. Mən danışmamış digər sinif yoldaşım mənim fikrimi kəsir, mən danışanda o mənim fikrimi kəsir. Yəni belə qarşılıqlı bir-birimizə hörmətlə yanaşmadığımız üçün sinifdə belə bir hal baş verdi. Deməli sinifdə nə qoymalıyıq? Qayda. Baxın, C variantını niyə götürmürük? Çünki gözlənti qoymaq. Uşaq onsuz da gözləntiyə əməl eləmirsə, təzədən niyə gözlənti qoyuram ki? Və yaxud da D-yə baxırıq, prosedur tətbiq etmək. Sualın şərtində qeyd olunub ki, uşaq prosedura əməl etmir. Prosedura, gözlənti əməl etməyəndə nə qoymalıyıq? Qayda qoymalıyıq. Düzgün cavabımız oldu Y variantı. 6-cı suala baxırıq. Müəllim şagirdlərə alqoritm anlayışını izah etməyə çalışır. Bu zaman müəllim bir neçə metoddan istifadə edir. Şifahi izahı ilə yanaşı dediklərinin sxemini lövhədə də çəkir. Həmçinin alqoritm anlayışını əyani şəkildə də nümunələr üzərində təqdim edir. Ümumiyyətlə, müəllim dərsi bir neçə formada şagirdlərə çatdırmağa çalışır. Həm danışır, həm əyani şəkildə göstərir, həm şəklini lövhədə çəkir. Bu diferensialın hansı komponentinə uyğun idi sizcə? Yəni, müəllim bir neçə yolla şagirdlərə öyrənmə tərzlərini nəzərə alaraq şagirdlərə bir neçə yolla təqdim edirsə, bəli, bu proses komponentinə aiddir. Düzgün cavabımız oldu proses. Yəni, proses nə deməkdir? Fəaliyyətdədir. Müəllim fəaliyyətdə olarkən dərsi həm danışır, həm əyani. Yəni, belə yadda saxlayın, hətta proses komponentini özünüz üçün qeyd götürərək də yaza bilərsiniz. Şagirdlərin öyrənmə tərzini nəzərə alaraq müəllim dərsi bir neçə formada təqdim edirsə, bu proses komponentinə aiddir. Burada öyrənmə tərzləri nəzərə alındımı bu sualın şərtində? Bəli, həm danışdım, həm şəklini lövhədə çəkdim, həm əyani şəkildə nümunələr üzərində göstərdim. Yəni, öyrənmə tərzlərini nəzərə alıb dərsimi çatdırdım. Düzgün cavabımız oldu B variantı. 7-yə baxırıq. İnklüziv təhsilə aid olan doğru fikri seçməliyik. Gəlin, doğru bir variant axtaraq. İnklüziv mühit şagirdlərin öyrənmə prosesində qarşılaşdıqları çətinlikləri nəzərə alıb, hər birinə eyni üsulla, mən eyni üsulla dəstək olsam, bu niyə inklüzivlik oldu ki? Axı biz inklüzivdə deyirdik, təhsil hər kəs üçün əlçatan olmalıdır. Fiziki, psixoloji, intellektual baxımdan olan uşaqlar üçün də təhsil əlçatan olmalıdır. Hamıya eyni üsulla dəstək göstərsəm, bu inklüziv təhsil olmadı. Misal üçün, eyni üsul o demək ki, mən bugünkü dərsi ancaq danışaraq çatdıramsa, sinifdə eşitmə məhdudiyyəti olan şagird ola bilər. Mən ancaq danışıramsa, axı o şagird mənim dərsimdə yararlana bilməyəcək. Artıq burada inklüzivlik pozuldu. A səhvdir. İnklüziya dedikdə, sağlamlıq imkanı məhdud şagirdlərin məktəbdə xüsusi siniflərdə, bunu dərs keçəndə də demişdik ki, xüsusi siniflərdə sözü səhvdir. Əgər sağlam uşaqlar bir sinifdə oturub, sağlamlıq imkanı məhdud olan uşaqlar başqa siniflərdə oturursa, bu niyə inklüziv təhsil oldu ki? İnklüziv təhsil deyir ki, bütün şagirdlər bir yerdə qarşılıqlı ünsiyyət, qarşılıqlı əməkdaşlıq şəraitində işləməlidirlər ki, o inklüziv təhsil olsun. B variantı yanlışdır. Ümumiyyətlə, hətta açar söz kimi şagirdlər xüsusi siniflərdə təhsil alınması bu inklüziv təhsilə aid deyil. Ona görə B-ndə çıxırıq. C-yə baxırıq. İnklüziya öyrənmə çətinliyi olan şagirdlərin xüsusiyyətlərini nəzərə almaq və dərsi həmin şagirdlərin ehtiyacları üzərində qurmaqdır. Axı, burada ayrı seçkilik oldu. Sırf dərsimi həmin şagirdlərin ehtiyacları üzərində qurmaq, burada ayrı seçkilik var artıq. İnklüziv təhsildə təhsil hər kəs üçün əlçatan olmalıdır, sırf həmin şagirdlər üçün yox. Ona görə C variantını da götürmürük. Bu da yanlışdır. İnklüziya şagirdlərə keçirilən mövzuların müxtəlifliyini təmin etmək və şagirdlərin fiziki çətinliyinin nəzərə alınmasıdır. İnklüziv təhsil deyəndə şagirdlərin fiziki çətinliyinin nəzərə alınması demək deyil. Təhsilin hər kəs üçün əlçatan olması deməkdir. D variantı da yanlışdır. İnklüziyanın təmin edildiyi təlim mühiti hər bir şagird, baxın, bayaqdan dediyimiz fikirlər budur elə, hər bir şagirdin tələbini və potensialını nəzərə alır. Və düzgün cavabımız Y variantıdır. Digər fikirləri də oxuduq ki, sabah testdə, sınaqda hardasa qarşımıza çıxanda səhv olduğunu bilək. 7 düzgün cavab oldu Y variantı. 8-ə baxırıq. Müəllim informatika dərsində yeni mövzunu tədris edərkən ötən tədris ilindəki, hal-hazırda dərs keçirəm, ötən tədris ilindəki mövzulara istinad edib, əvvəlki təlimdə qazanılmış bilik və bacarıqları stimullaşdırır. Bunu daha yaxşı yadda saxlamaq üçün demişdik ki, misal üçün, baxın, bu şaquli xətdir. Bu şaquli xətdir. Tutaq ki, müəllim hal-hazırda 10-cu sinifdə dərs keçir. Misal üçün, 6-cı sinif, 7-ci sinif, 8, 9, 10, 11.
Hal-hazırda müəllim 10-cu sinifdə şagirdlərə dərs keçir. Deyir ki, ötən tədris ilindəki, yəni məsələn 9-cu sinifdə və yaxud da 9-dayam 8-ci sinifdə ötən tədris ilindəki mövzulara istinad edir. Bu xəttin adı nə gedir? Bu şaquli xətti yoxsa üfüqi xəttir? Bəli, bu şaquli xəttir. Bu şaquli xətt. Və baxın, şaquli də nəyin növüdür? Fənn üstünün belə bir növü varmı? Yoxdur. A-na çıxdım. Fənn daxili üfüqi inteqrasiyadır mı? Xeyr, üfüqi inteqrasiya belə bir xəttdir. Bu biz şaqulidən söhbət gedir, yəni burada. Biz şaquli axtarmalıyıq. Üfüqi deyil, B-ni də çıxıram. Fənn daxili şaquli. Bəli, informatika fənninin içindən gedir söhbət, başqa fəndə keçid eləməmişəm və üstə gəlincinə ötən tədris ilində. Ümumiyyətlə, siniflərdən söhbət gedirsə, 11-ci sinif, 10-cu sinif, 9-cu sinif, 8, 7, 6 və s. Yəni siniflərdən söhbət gedirsə, ən asan yol şaquli inteqrasiyadır. Ötən ildən, keçən ildən, ondan qabaqki ildən söhbət gedirsə, bu yenə şaquli inteqrasiyadır. Şaqulini belə düz xətt kimi yadda saxlaya bilərsiniz. Yəni pilləkənvari hərəkət edirəm. 6, 7, 8, 9 belə hərəkət edirik. Bu şaquli inteqrasiyadır. Fənlərarasından söhbət getdimmi sualın şərtinə? Xeyr, ancaq və ancaq nədən danışırlar burada? İnformatika fənnindən danışırlar. Deyəndə çıxırıq. Fənlərarası yoxdur bu dəqiqədə ki, ancaq bir fəndən gedir. Fənn daxili. Ümumiyyətlə, şaquli və üfüqi fənn daxilinin növüdür. Digərlərinin, yəni bölgüsü yoxdur. Fənlərarası 2 və daha artıq fənnin bir-biri ilə əlaqəsidir. Təriflərini təkrarlayaq. Fənnin üstü isə öyrəndiklərimizin həyatla əlaqələndirilməsidir. Yəni, onlar şaquli, üfüqi olmaqla 2 yerə bölünmür. 2 yerə bölünən fənn daxilidir. Fənn daxili 2 növ var. Şaquli və üfüqi. Şaqulini tapmağın yolunu dedim. Üfüqi inteqrasiya, baxın, burada çəkdiyim xətti, bu üfüqi inteqrasiya aiddir. Üfüqi inteqrasiya bir sinifin içindən gedir. Yəni, üfüqi inteqrasiya sinif daxilidir. Sinif daxili. Sinif daxilidir. Burada sinif daxili olmadığı qeyd olunur. Baxın, müəllim yeni mövzunu tədris edək, ötən tədris ilindəkidir. Yəni, bundan əvvəl keçdik, keçən il keçdiyimizdir. Üfüqi inteqrasiya bir sinifin içindən gedir söhbət. Yəni, başqa sinifə burada keçmək olmur. Amma şaqulidə keçmək olur. Deməli, düzgün cavabımız oldu C variantı. Ümid edirəm ki, inteqrasiya mövzusunda yaxşı şəkildə təkrarladıq. Keçirik 9-cu suala. Asinxron təhsillə sinxron təhsilin oxşar xüsusiyyəti nə idi? Yəni, sinxronu yadımıza salıq. Sinxron nə idi? Sinxron canlı dərs idi, canlı. Asinxronda isə müəllim deyirdi ki, hazır videolar göndərir, linklər göndərir. Şagird özünə uyğun olan vaxtda özünə bir cədvəl təyin edir. Özünün nə vaxt uyğun olarsa, həmin saatda qoşulub dərsə baxa bilir. Sinxron isə canlı şəkildə dərsdir. İndi dedik ki, bunların oxşar xüsusiyyətlərini tapın. Hər ikisini heç variantlara baxmadan, yəni özümüz qeyd edək, sonra variantlara baxaq. Sinxron və asinxron hər ikisinin ortaq xüsusiyyəti. Müəllim şagird arasında əlaqə, şagird-şagird əlaqəsi, şagird-şagird əlaqəsi. İndi bunları bilib variantlara baxaq. Sinxronla asinxron ortaq xüsusiyyəti nədir? Müəllim şagird arasında əlaqənin saxlanılması, şagird-şagird arasında əlaqə. Yəni, elə bir variant axtaraq, elə düzgün cavab A variantıdır. Müəllimlə əlaqə saxlamaq. Rəyin alınması vaxt ala bilər. Sinxronda canlı dərs olduğu üçün anında rəyi ala bilir, asinxronda rəyin alınması vaxt ala bilər. Bu ikisinin ortaq xüsusiyyəti oldu mu? Xeyr, olmadı. Şagird tapşırıq yerinə yetirmə, öz cədvəlimi tərtib edirəm. İndi dedik ki, öz cədvəlimi tərtib edirəm. Hardaydı bu? Mən özüm nə vaxt istəsəm qoşulub dərsə baxa bilərəm. Bu asinxrona aiddir. Müəllim və şagirdlər arasında məlumat, təcrübə ani ötürülməsi. Ani şəkildə harda ötürülər sizcə? Təbii ki, canlı dərsdə. Bu sinxrona aiddir. Operativ şəkil, müzakirə operativ və sürətli şəkildə olur. Bu da sinxrona aiddir. Bizə ikisinin ortağı lazım idi. O da A variantıdır. 10-cu və sonuncu suala baxırıq. Müəllimin fasilitatorluq qabiliyyəti ilə bağlı hansı fikir doğru deyil? Yəni, bizə yanlış fikir axtarmalıyıq. Fasilitator nədir? İstiqamətləndirmək, kömək etmək, yol göstərməkdir. İndi bunlardan birinə aid olmasın deyin. Gəlin, müsbət fikirlər variantlardan çıxaq. Müəllim şagirdlərin inkişafını təmin etmək üçün səmərəli metodlardan, üsulları tətbiq edir. Yəni, şagirdlərin inkişafını təmin etmək üçün yaxşı metodlardan, üsullardan istifadə edir. Bu düzdür. Müəllim müasir dövrdə öz fənnini, texnologiyalarla, dünyada baş verən yeniliklərə tanış olmalı və şagirdləri yönətməlidir, istiqamət verməlidir. Bu da düzdür. Bizə aid olmayanı deyir seçin. Müəllim
məlumatla təmin edən olduğu üçün informasiyanı şagirdlərə hazır şəkildə verməlidir. Ümumiyyətlə, şagirdlərə hazır informasiyanı versən, bu necə kömək oldu ki? Fasilitator istiqamət vermək, yönləndirmək və istiqamət göstərməkdir. Amma səhvdir ki, şagirdə hazır informasiyanı siz verin. Mən şagirdlərə hazır şəkildə məlumatı versəm, şagirdlərdə araşdırmaq, məlumat toplamaq və s. bu kimi bacarıqlar inkişaf etməyəcək. Hazır şəkildə uşağa cavab vermək, informasiya vermək bu düzgün deyil. Yəni bizə də yanlışı istəyirlər, ona görə yanlış cavabımız elə C variantıdır. Digərlərinə də baxaq. Müəllim daimi şagirdlərini tədqiq etməlidir, onları tanımağa çalışmalıdır. Bu da müsbət və doğru fikirdir. Şagirdləri motivasiya etdiyinə görə müəllim keçirilən mövzu həyatla əlaqələndirməsidir. Yəni yeni mövzunu keçəndə motivasiya eləyəndə həyatla əlaqələndirsək daha yaxşıdır. Şagird motivasiyasını artırmış olur. 10-cu sualda düzgün cavabımız oldu C variantı. Həm sınavın izahına baxdıq, eyni zamanda mövzuları qısa şəkildə təkrarlamış olduq. Ümid edirəm ki, hər birinin üçün faydalı oldu.